İngiliscə bilənə iş var yoldaşlar. İngiliscə bilənlər üçün, əlbəttə ingiliscə bilənlər çox işdə olur, amma mən sizə nisbətən az şərtli olan variantlarından bəhs etmək istəyirəm. Yəni təkcə demək olar ancaq ingiliscə tələbi olan bir. Düzdür, təkcə onun tələbi az olur, amma yəni çox da ağır şey tələb eləməyən, çox da şərt qoymayan işlərdən bəhs etmək istəyirəm. Məsəl üçün, yumşaq bacarıqlarınız varsa, ofis proqramlarını bilirsinizsə, ingilis və rusu bilirsinizsə, operator işi var yoldaşlar. Ofis operator işi var. Sonra spa qeydiyyatçısı işi var. Oteldədir. Nə tələbi var? Yəni tələblərini sizə bildirim. 600 manat maaş verir. Üstəgəl bonusu da var. İngilis dilini yaxşı səviyyədə bilirsinizsə, bu işə müraciət edə bilərsiniz. Müştəri ilə ünsiyyət qurmaq bacarığınız varsa gəlir. Sonra mühafizəçi işi var. 600-700 manatlıq bir mühafizəçi işidir. 2 gün iş, 2 gün evdir. 25-35 yaşlı olmalısınız. 1 illik iş təcrübəniz olmalıdır bu sahədə. Bəy olmalısınız. İngilis dili bilginiz olmalıdır yoldaşlar. Sonra təkrar sığorta üzrə işçiyə ehtiyac var. Paşa sığortada. Tələblər nədir? İqtisadiyyat, maliyyə, hüquq, riyaziyyat üzrə təhsiliniz olsun, ali təhsiliniz. İngilis və rusu, Azərbaycan dilini bilin və ofis proqramlarından istifadə etməyə bacarın. Bacarırsınızsa bu işə müraciət edə bilərsiniz. Sonra bir neçə reception işi var. Onlardan da bəhs etmək istəyirəm mən sizə. Deməli, reception işi 500-600 manatlıq variantı var. Herotek şirkətində 25-40 yaş xanımlar üçündür. Rusu yaxşı, İngilisi orta bilməlisiniz. Ofis proqramlarını, avadanlıqlarını bilməlisiniz. Kapital oteldə də 500-600 manatlıq 20-35 yaşlı şəxslər üçün var. Həm bəy, həm xanımlar üçün. Amma sərbəst bilməlisiniz rus və İngilisi. Təcrübə də tələb eləmirlər. Sonra 19-30 yaşlı şəxslər üçün də var. Reception işi 500-600 manatlıq bir işdir. Rus və İngilis dilini danışıq səviyyəsində bilməlisiniz. Ofis proqramlarını bilməlisiniz. Bu işlərdə müraciət etməkdə dəstək istəyirsinizsə, digər bənzər işlərlə də tanış olmaq istəyirsinizsə, bir sözlə iş tapmazlıq təhsilini çəkirsinizsə, onunla bağlı əlaqə vasitəsindən mesaj yazа bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunubdur. Siz bu videonu harda görürsünüzsə, kanala daxil olun. Toğrul Əcəbalı kanala. Kanala daxil olduqdan sonra diqqət eləsəniz profildə əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz.